Salam hörmətli izləyicilər. Keçmişə qayıtdıq. 60-cı illərə. Gramofondur. Getdik. Hörmətli izləyicilər, siz istəyəni tapdım. Qayıtdıq keçmişə, amma evimiz köhnədir ya. Evin içi gramofon, ab-hava, muzika, o razıyam sizinlə. Deməli, Şuvalanın ən elit küçələrin birində, ən əla yerində şəxsi özü üçün tikilmə 350 kvadrat metr 7 sotun içində möhtəşəm bir ev çəkib sizə göstərirəm. Evimiz tam əşyalı satılır. Ola bilər indi aparatura çıxacaq. Bu tavoy, yəni məişət avadanlıqları çıxacaq, amma qalan şeylər hamısı qalacaq evin içində. Gedək evimizin çöl hissələri sizə göstərəcəm. Evimizin qarşısında görsün nə boyda yerdir. Bu da ki bonusdur sizə. Maşın saxlayıcı həyətdə salma maşını. O da böyük bir şeydir ya. Böyük. Üstü bağlı da özü. Yəni maşını saxlayırsan orada nə iş? Qar, nə gün, işığı heç nə düşmür. Gəl. Həyət cənnət. Hovuz 3.80'i 4 metrəndə 4'ün 8'ədir. Nətərdir? Bəyənilsin. Evimizin deməli sağından vay ördəyə bax ya. Ördək üçün yer də hazır evdə. Buna bax. Gəl bura. Evimiz arxasını çəkib göstərəcəm. Belə bir güllərdir. Qazanxanamız boiler sistemidir. Bəli. Orası sanuzildir. Qaydaq. Evimizin zirzəmisi, havalandırması. Böyük ailələr üçün əladır. 2 mərtəbədə mansard tiplidir. Hara getdi bu? Gəl. Terası. Bir sözlə də əla yerindədir. Mayakın əla yerindədir. Əla, prosta əlanın əlasıdır. Kim alsa Allah xeyir versin, sənət kupça çıxarış. Bura mətbəxidir təbii ki. Evimizin start qiyməti 480 minli aşağı yeri olacaq real alıcıya. Bir də ki, evimiz də dediyim kimi əşyalı satılır. Gəl. Deməli, qonaq otağımız. Baxın da, videoda görürsünüz, bu divan zat, hamısı bahalıdır. Gördüyünüz hamısı. Səviyyəli. Evimizin mətbəxi. Yəni, götürülən şeylər olacaq, paltar yuyan və s. Soyuducu. Mətbəximizdən çölə, yəni terasıya çıxışı var. Damafon sistemidir. 350 kvadrat, əla ölçüdür. Buna bax. Çək görsək. Yataq otaqlarına baxaq, hörmətli izləyici. 2-ci mərtəbəyə qalxan pləkan. Bura. Ya son uzun, sən canım, onun ölçülərini bax. Birinci yataq otağı. Buyur. Bu hələ uşaq yataq otağıdır ya. Radetkalar cevizli, ha. İkinci yataq otağı. $480.000 manat. Üçüncü yataq otağımız. Əşyalar qalır da. Qalır, ha. Mebellər qalır. Qardaş, buranın da sanuzilin ölçüsünə baxırsan da, bu boyda deyil. 1-2 kvadrat. Gəl. Qalxaq 2-ci mərtəbəyə. Mən bu gramofondan ayrıla bilmirəm. Vici. Başım bayaqları dəydi. Gəl bura. Gəl bir dənə balkonun 2-ci mərtəbədəyik. Buradan ehtiyatlı ol. Mənim boyum 1.83'dür. Sən də elə balaca boy deyirsən. Oturdum bir dənə stol qoydum, bir dənə kofe, oturdum burada qəşəng. Əla yerindədir ya. İçəri gedim, yol tutarmaq bir, belə şey yox. Ehtiyatlı ol, başım. Ha ki
Heç ev sahibi gəl bura. İkinci mərtəbədən istifadə eləmir. Hər otağında sanuzel var. Ha, baba bu güzgünün arkasında gizlənir. Bir dənə bax. Yəni bu şansı buraxmayın. Belə evlər çox nadir halda çıxır. Doğrudan deyirəm, mən zarafat eləmirəm. Şəxsi tikili belə yekə, həyət baca yaxşı yerdə. Yəni Mayakın yaxşı yerindədir bir sözlə. Buranın da aman tuvaleti var. Getdik gramofonun yanına. Çağ. Zəng 07858 31 44 480 bina. Bu şansı buraxmayın. Zarafat bir yana. Evə bax görətə baxıblar. Tərtəmiz çiçək kimidir. Buna bax. Elə bir ki mətbəx mebelini dünən almışam. Zakaz eləyib gətirmişəm. Hamısını yəni yaxşısından alıb da. Qardaş hamısı yaxşısından alıb. Baxanda bilinirdi qardaş. Gəlin baxın da. Yəni mən burada nə varsa hamısını sizə açıq təbii hamısını çəkdim göstərdim.